Dincəlirik, deyə göstəriş verdim. Hamı cilovu çəkdi. Atları bağladıq. Kitabları götürüb aralandım. Ümidsizlik içində bir cümlə tərcümə elədim. Səmanı görmək istəyirsənsə, başını qaldır və gözünü geniş aç. Kitabı örtüb, sıxıntıdan başımı aşağı saldım. Göz yaşımı tutmaq üçün gözlərimi bərkdən yumdum. Bu an elə bil cümləni yenidən eşitdim. Səmanı görmək istəyirsənsə, başını qaldır və gözünü geniş aç. Başımı qaldırdım və gözlərimi açdım. Gözümə ilk dəyən, məndən xeyli aralı oturan, gecə mənə xəncər çəkən igid oldu. Üzü mənə tərəf idi. Başını göyə qaldırıb baxırdı. Dodaqlarında təbəssüm, gözlərində sevinç vardı. Axı, bir qədər əvvəl mənim kimi ümidini itirmişdi. İndi isə aurası çox müsbət idi və sanki xalq-sacın nəvazişini hiss edirdi. Məgər özünü aldadıb rahatlamış ola bilərdi? Yalancı xoşbəxtlik kənardan baxanda belə xoş görünə bilərdimi? Ruhu sakitliyə qovuşmuşdu. Dur xanımın, əslində hamı xoşbəxt yaşamalıdır. Bu xoşbəxtlik isə ovucumuzdadır sözlərini eşidəndən sonra. Bu sözləri mən layiq deyiləm sözünə cavab kimi demişdi. Deməli, məsələ ləyaqət deyil, istisnasız hamı xoşbəxt yaşamalıdır. Xoşbəxt insanın hər şeyi olur. Mən isə hər şeyi itirdim. Xoşbəxtlik ovucumuzdadırsa, deməli, itirməmişəm və hələ də ovucumun içindədir. Birdən-birə zülmət dağıldı. Və aydınlandım. Hər şey hələ də mənimlədir. Nəfəs alıram, elə isə hələ seçimlər edə, nələrsə dəyişə bilərəm. Nəfəs alıramsa, deməli, ümid var. Hər şeyimi itirməmişdim. Əslində, özümü aldatmışdım ki, hər şeyimi itirmişəm. Halbuki gözünü açmaq, görmək üçün kifayət imiş. İnsanların çoxu mənim kimi edirlər. Özlərini aldadırlar ki, ruhları pərvaz edə bilmir. Amma bircə dəfə gözlərini açsalar, bircə dəfə özlərini məyusluqla ittiham etməyə dayandırsalar, göylərə ucalarlar. Bir misal çəkim. Pəhləvan digərlərinə qibtə edir ki, necə gözəl güləşirlər. Kaş mən də elə olaydım. Xalq saca da yalvarır ki, mən də o cür olum. Ən cılız rəqib belə onu meydana dəvət edəndə isə içindəki zalım məhkəmə deyir. Sən zəif və gücsüzsən, heç olmasa bu rəqibi məğlub edə bilərsənmi? Məğlubiyyətə uğrasan, biabırçı olacaqsan, hamı gizlətdiyin zəifliyini görəcək. Bu pəhləvan da ancaq məğlub olmaqla olmamaq haqqında düşünür və məğlub olur. Sonra da zəifliyi bəlli olmasın deyə meydana çıxmır. Halbuki hamısından daha güclüdür. Arzuladığı gücü xalq-sac ona çoxdan verib. Amma o, məğlub olmaq və olmamaq haqqında düşünmək yerinə qələbə haqqında düşünmür, ümid etmir. Ona verilən gücü boşuna sərf edir. Bircə dəfə gözünü açıb başını qaldırsa, səmanı görərdi. Amma özünə inanmır, xoşbəxtliyinə ümid bağlamır və bu halda qazansa da təsadüf hesab edir. Kaş içimdəkiləri aydın ifadə edə biləydim. Demək istəyirəm ki, arzu etdiyimiz şeylərin əksəriyyəti artıq bizə verilib. Sadəcə gözümüzü açmağımız, inanıb ümid etməyimiz kifayətdir. İçimizdəki qəddar hakimin qulağına ümidsizlik və məyusluq təlqin edən şər qüvvə bizi rahat buraxan deyil. Azadlıq bayrağını qaldırmaq lazımdır. O şər qüvvələri, ümidsizliyi, məyusluğu qovmaq lazımdır. Yoxsa heç vaxt bacarmarıq. Xəyalımızda olmaq istədiyimiz özümüzü gözümüz önünə gətirək və artıq elə olduğumuza inanıb xəyalımızdakı özümüz kimi davranmağa başlayaq. Belə olsa, tezliklə görərik ki, doğrudan da xəyalımızdakı kimiyik. İçimizdəki ümidsizliyi, məyusluğu qovdum və hazır durdum. Bu ikisi çıxan yerə təkəbbür hücum edir. Qəlbinin qapısı onun üzünə bağlasan da,
İçəridə təkcə xoşbəxtlik qalır. Bəsdir. Siz də. Mən xəyalımdakı kimi deyiləm. Özümü aldadıram. Yalanını atın kənara. İzbim indi məndən soruşsaydı ki, bu qədər cinayətdən sonra işıqlı ola bilərsənmi? Bəli, deyərdim. Nəfəs alan hər kəs üçün ümid var. Mən nə mismaram, nə də çəkic. Artıq fedaq kimi pərdələrin ardında gizlənmədən özüm kimi olmuşdum. Hər nəfəsimdə sevinir və bu sevinc üçün minnətdar olurdum. Özümüzə də, xalqsaca da inansaq, müsbət auramızı hər şey hiss edər. 10-15 dəqiqəlik fasilədən sonra yenə yola çıxdıq. Bu səfər şadlıq və sevinclə yol gedirdim. Yolun vəziyyətinə görə ya çox sürətli, ya da çox yavaş hərəkət edirdik. Yavaş getdiyimiz yerlərdən birində Jinjak atını mənim atıma yanaşdırdı. Səhərki yürüyüş xeyli faydalı oldu, dedim. Özümü yaxşı hiss edirəm. Jinjak da şən idi. Bəli, hadisələr yaxşıya, yaxud pisə doğru gedə bilər, amma mən sevinirəm. Qızımdan ayrılmalı olmadım. Zirehimi geyinəndə nə qədər səssiz olsam da yuxudan ayıldı. Ürəkdən gülüb sözünə davam etdi. Əvvəlcə dedi ki, mənə də zireh geyindir. Mən də gəlirəm. Güldüyümü görüb o da yavaşca güldü. Sonra da üzümdən öpüb yola saldı. Yürüyüşü bilmirəm, amma Zinam mənə yaxşı təsir edib. Çox sevimli qızdır. Nə qədər vaxta çatarıq? Gün təpədə durana qədər çatarıq. Zümrəyə, İzbəm bizimkilərə zərər verməz ki. Züfeyri və qardaşına güvənirsən. Xalqsaca güvənirəm. Yolumuz yenə rahatlaşdı. Sürətimizi artırdıq. Gün təpəyə çatmamış Setradan çıxdıq və birazdan qarşımızda əzəmətli məzar göründü. Fedağın məzarı. Orada məni gözləyirdi. Claudius da təsəlli verirdi. Məzara yaxınlaşanda dedim. Atlardan enin, mühafizəçini ziyarət edək. Hamı atdan endi. Atlarımızı kola bağladıq. Ehtiramla məzara yaxınlaşıb baş əydik. Eltığın göyə baxıb dedi. Zümrəyə, vaxtdır. Köm dabata. Gün lap təpəyə qalxmışdı. İbadət vaxtı idi. Uca səslə dedim. Köm dabata. Dalbadal səslənən köm dabata sədaları sanki bu ziyarətgahı canlandırdı. Günəşin qabağını tutmuş buludlar bir qədər aralandı və gün işığı düz məzarın üzərinə düşdü. Kaş gələndə gül, yaxud ağac fidanı ya da toxum gətirəydik. Hərə bir tərəfdə dizlərini yerə qoyub ibadətə başladı. Alçaq səslə deyilən sözlər necə də xoş gəlirdi. Sanki Gülüstana qədəm basmışdıq. Səslər də arıların müsbət ahəngli vızıltısı idi. Məzarın düz yanında diz çökmüşdüm. Səfası ürəyimi doldururdu. Daha sonra hərə bir tərəfə çəkilib azuqəsini çıxardı. Nahar etməyə başladı. Hamının üzündən xoşluq, sevinç yağırdı. Hətta Ülönün zəhmi də azalmış, xoş hala bürünmüşdü. Hamıdan aralı oturub gün çıxan tərəfə baxırdım. Əvvəllər heç görməmiş kimi. İndiyə qədər məzarda yaşamışdım. Məzar isə yaşamaq üçün deyil. Ölü kimi keçirdiyim illərdən sonra dirilmişdim. Mən günəşə baxırdım, o da mənə. Mən ona gülümsüyürdüm, günəş də mənə. Külək də sığal çəkirdi saçlarıma. Hər nəfəs alanda ciyərlərimə xoşnutluq dolur. Nəfəsimi buraxanda isə rahatlaşırdım. Fagılın yanıma gəldiyini hiss etmədim. Yanımda oturanda dönüb baxdım. O da gülümsüyür, xoşbəxt görünürdü. Qocalmışam Zümrəyə. Qəbul eləməsəm də qocalmışam. Yaxşı ki, məni buraya gətirdin. Kaş Zenan da gətirəydik. Bəlkə atam da gəldi Setraya. Onu da gətirərdik. Anam üçün də çox darıxıram. Üstünün hücumu necə olacaq? Mənə elə gəlir, artıq bir neçə dəfə hücum edib. Necə? Qəbilədəki ixtilaflar elə mənəvi hücum idi. Yolda da mənə hücum elədi. Az qala qalib gələcəkdi. Xalqsac qorudu.